Mesajlara geri dönüş edəcəm. Uzun sözün qısası, amma indi bir məlumatımız var. Mart, aprel, may və həmçinin iyun aylarında tozcuqların havaya yayılması ilə birlikdə allergik rinit, göz allergiyası və burun qaşınması, askırma, soyuq dəymə, burun tıxanıqlığı, gözlərdə sulanma, qaşınma və astma əlamətləri müşahidə olunur ki, bax, bütün bu situasiyalarında hər bir öz-özlüyündə çox təhlükəli vəziyyətlərdir. Yəni, ciddi almaq lazımdır. Bunlar yaz allergiyasının simptomlarıdır və ciddi yanaşma çox vacibdir. Yaz aylarında çiçəklər tozlanmağa başlayır. Ətrafın yaşıllaşması xoş təəssürat bağışlasa da, gətirdiyi xəstəliklər də bir o qədər pis təsir edir. Orqanizmdə olan allergik simptomlar üzə çıxmağa başlayır. Göz sulanması, dəridə qaşınma, tənəffüsün çətinləşməsi kimi əlamətlər yarandıqda həkimə müraciət etmək lazımdır. Əgər sizdə xroniki allergiya varsa, siz gözləməməlisiniz ki, artıq həmin xəstəlik kəskinləşsin və artıq mart ayının əvvəlində həkimə müraciət eləmək və öz lazımlı allergoloji testi keçməkdən sonra profilaksik müalicəyə başlamaq lazımdır. Bilmək lazımdır ki, allergik xəstəlik xroniki xəstəlikdir və bir kursla o xəstəlik tam sağalmır. Burada özünü qorumaq lazımdır. Siz analiz eləyəndən sonra həkim təyin eləyəcəyi hansı allergenlər ola bilər. Yaz mövsümündə bronxları qorumaq da vacibdir. Açıq havaya çıxarkən qoruyucu maskalardan istifadə etmək lazımdır. Allergiyanın müxtəlif simptomları var. Bəzi insanlarda allergiya müxtəlif xroniki infeksiyalarda müşahidə olunur. Məsələn, o insanlardakı xroniki gelmintoz, yəni qurtlar və ya parazitlər, məsələn, lyambliyalar varsa, onlarda allergik simptomlar tək tənəffüs yollarına yox, həmçinin dəridə olan qaşınmalarla, səpkilərlə ola bilər. Eyni zamanda, əgər sizdə hansısa bir dərmana allergiya varsa, əsas dərman allergiyası çox zamanı da özünüzdə dəridə olan urtikar, yəni məhmərək tipli allergik səpkilərlə üzə çıxır. Allergiyadan əziyyət çəkən şəxslər evə gələn kimi üst geyimlərini dəyişməli, mənzili yaş dəsmalla təmizləməlidir. Otaq temperaturu 22 dərəcədən yüksək olmamalıdır. Dibçək bitkilərindən isə uzaq olmaq məsləhətdir. Zemfira Rəcəb, Samir Qaragözov.